Avropanın İCMWF Hava Tədqiqatları Mərkəzinin modul proqramlarının yenilənmiş məlumatların təhlillərinə əsasən, xüsusilə də aprel ayının artıq 18-dən başlayaraq Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin dəyişilməsi üçün münbit sinoptik şəraitin yaranması gözlənir. Bu prosesin sonrakı inkişafı nəticəsində artıq prosesin ikinci mərhələsində aprel ayının 20-ci və 21-də isə Azərbaycanın əksər ərazilərində yağıntıların leysan xarakterli intensiv və güclü olması, dolu yağması, şimşək çaxması və sel, daşqın, su basma hadisələrində bir xeyli artım ehtimalı var. Bu prosesə daha da geniş olaraq nəzər salsaq biz ona görə ki, xüsusilə də aprel ayının 18-ci və 19-da Azərbaycan arasında hava şəraitinin yenidən dəyişilməsi üçün münbit sinoptik şəraitin yaranması gözlənir. Daha doğrusu bu prosesin birinci mərhələsi başlayacaq. Prosesin ikinci mərhələsi intensiv dövrü isə artıq aprel ayının 20-si və 21-də gözlənir. Aprel ayının 20-si artıq gündüz saatlarından başlayaraq xüsusilə də Qara dənizin şərqindən və Aralıq dənizinin şərqindən, eyni zamanda Xəzər dənizindən aktiv şəkildə rütubətli hava axınlarının troposferin orta qatlarına doğru daşınması gözlənir. Eyni zamanda Rusiyanın qərbindən də mövsüm üçün xarakterli olmayan soyuq hava şüalarının Qafqazın cənubuna daxil olması gözlənir. Rütubətli hava axınları ilə soyuq havanın toqquşması fonunda intensiv xarakterli ekstratropik tipli siklon sisteminin aktiv inkişafı gözlənilir. Nəticədə Azərbaycan arasındakı yağıntılar artıq aprel ayının 20-ci və 21-də Azərbaycanın əksər rayonlarını əhatə edəcək və leysan xarakterli intensiv və güclü olacaq. Bu prosesin ən çox da Böyük Qafqaz rayonlarında, Böyük Qafqazın Balakən, Zaqatala, Şəki, Qaf, Oğuz, Qəbələ, İsmail, Şəma, Xızı, Qubar, Qusar, Xaçmaz, Şabran, Dağlıq, Şirvan, eyni zamanda Kiçik Qafqazın Daşkəsən, Gərəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan və eyni zamanda Qazax, Ağstafa, Tovuz, Şəmşir, Gəncə, Mingəçevir, Gölcük, Goranboy və Naxçıvanın Sədərək, Ordubar, Şapuz, Şəvəli ərazilərində bu prosesin intensiv və güclü olması gözlənir aprel ayının 20-ci və 21-də. Eyni zamanda mərkəzi aranan Yevlax, Kürdəmir, Zərdab, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsfər ərazilərində və Cəllabad, Masallı, Lənkəran, Astara, Yarıma və Lerişdə artıq yağıntıların aprel ayının 20-ci və 21-də leysan xarakterli intensiv və güclü olması gözlənir. Bu proses nəticəsində ümumi olaraq yaz və gürsulluq dövrünə uyğun olaraq çaylarda suluğun artması müşahidə olunur təbii olaraq. Lakin bu leysan xarakterli yağışların xüsusilə də aprel ayının 20-ci və 21-də intensiv və güclü olması ehtimalı var ki, bu da Kür çayının yuxarı axınında, Kür çayının aşağı axınında, Araz çayında və əksər çaylarda suluğun bir xeyli artmasına səbəb olacaq. Xüsusilə də Böyük Qafqazın Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, eyni zamanda Dağlıq, Şirvan ərazilərindən axan çaylarda isə kifayət qədər intensiv deyilə biləcək bir sel daşqının keçməsi nəticəsində müəyyən yaşayış məntəqələrində yenidən su basmanın təkrarlanması ehtimalı yüksək qiymətləndirilir. Bu proses aprel ayının 20-si artıq axşama doğru və 21 aprel gün ərzində Bakı-Abşeron-Sumqayıt arasına doğru daxil ola bilər. Xüsusilə də 24 saat bundan əvvəl Bakıya yağan intensiv dolu artıq onu göstərdi ki, bir sıra modellər artıq bu təhlükəli və xüsusi təhlükəli atmosfer hadisələrini əvəz edən dəqiq siqnallarını, xəbərdarlarını verə bilmir. Bu o deməkdir ki, aprel ayının 20-ci və 21-də başda gözlənən leysanın gözlənilən miqdarını real zaman ərzində daha da güclü və şiddətli yağması ehtimalı var. Dolu proseslər də artıq risk olaraq dəyərləndirilməlidir. Aprel ayının 20-ci və 21-də Bakıda havada buludluğun bir xeyli artması, küləklərdə güclənmə ehtimalı var. Ümumiyyətlə aprel ayının 18-ci və 19-da da başda küləklər güclənəcək. Aprel ayının 20-ci və 21-də isə artıq havada buludluğun artması və leysan xarakterli yağışların Bakı, Abşeron, Sumqayıt və Bakının ətraf qəsəbələrində müşahidə edilməsi gözlənir. Bu proses aprel ayının xüsusilə 20-sindən 21-dən keçən gecə və 21 aprel ərzində artıq bu sistemin kifayət qədər Abşeron Bakı arasında daxil olması ehtimalı var. Nəticədə müəyyən ərazilərdə su basma hadisələrində artım ehtimalı var. Lakin bu sistem yaxınlaşdıqca daha dəqiq yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Ümumilikdə iqlim dəyişikliyi nəticəsində 2026-cı ilin yaz və gürsulluq dövrünün əvvəlki dövrlərlə, əvvəlki illərdəki yaz və gürsulluq dövrlə müqayisədə bir xeyli aktiv keçməsi gözlənir. Sululuğun əvvəlki illərlə müqayisədə bir xeyli dəfələrlə artıq olması gözlənir. Bu da o deməkdir ki, Rusiya ehtiyatının artması mənasında müsbət amil olsa da, sel, daşqın, su basma hadisələri və torpaq sürüşmələrində bir xeyli artım ehtimalı var. Nəticədə bu da birbaşa olaraq bu proseslərin müəyyən hadisələrə səbəb olması ehtimalı var. Yəni ümumilikdə bu proseslər üçün qabaqlar tədbirlərin görülməsi vacib sayılır. Yəni bu proseslərin bir qədər daha az
zərərlə ölçməyi üçün müəyyən qabarıq tələblərinin görülməsində fayda var. Ümumilikdə aprel ayı ərzində güclü bir istiləşmə ehtimalı yoxdur. Hətta mən deyərdim ki, 2026-cı ilin may və iyun aylarında da Rusiyanın qərbində qeyri-adi dərəcədə bir soyuma ehtimalı var. Biz bu siqnalları artıq Avropanın ECMWF hava tərəqqatları mərkəzinin 100-dən artıq alt mənbə modellərinə, həm aylıq modellərin, həm də mövsümi təhlillərinə əsasən biz bu təhlilləri analiz edərək görürük ki, xüsusilə də aprel ayının və may-iyun aylarının əvvəlki dövrlərlə müqayisədə 2026-cı ilin aprel, may və iyun aylarında Rusiyanın qərbində qeyri-adi dərəcədə bir soyuma gözlənilir. Təbii ki, bu soyuq hava kütlələrinin tez-tez Qafqazın şimalından Qafqazın cənubu Azərbaycan arasında daxil olması ehtimalı var. Bu da deməkdir ki, ümumilikdə 2026-cı ilin yaz yağışçılık dövrünün xüsusi ilə də təsir edici atmosfer hadisələri mənasında çox ciddi şəkildə aktiv keçməsi gözlənilir. Bu, xüsusilə də Böyük Qafqaz rayonlarının şimal-şərqi, yəni Quba, Qusar, Qasmaz, Şabran, Xızı, Siyəzən, Dağlıq Şirvanı və Bakı-Afyon-Sumqayıt arasında ciddi bir təsir edə bilər. Bu barədə yenilənmiş məlumatların təhlilləri daimi olaraq kanalda yayınlanacaq. Avropanın ECMWF hava tərəqqatları mərkəzinin xüsusilə troposferin aşağı, orta və yuxarı qatları üçün gözlənilən bulud sıxlığı haqqında ümumi analizlərinin təhlillərinə əsasən xüsusilə də aprel ayının artıq 18 və 19-dan başlayaraq Qafqazın şimalı və Qafqazın cənubu Azərbaycan arasında havada buludluğun bir xeyli artması, bu prosesin artıq aprel ayının 20-si və 21-də daha da güclənməsi gözlənilir. Xüsusilə də aprel ayının 18 və 19-da başlayan yağıntılar aprel ayının 20-si və 21-də artıq Azərbaycan demək olar ki, əksər rayonlarında müşahidə ediləcək. Çünki yerli hava axınları ilə xarici hava axınları bir-birinin toqquşması fonunda topa yağış və laylı yağış buludların aktiv intensiv inkişafı üçün münbir sinoptik şəraitin aprel ayının 22-si gündüz saatlarına qədər olan müddət ərzində davam etməsi gözlənilir. Ümumilikdə aprel ayının qısa fasilədən sonra isə aprel ayının 23-ü, 24-ü və 25-də də Qafqazın cənubu Azərbaycan arasında hava şəraitinin yenidən kəskin dəyişilməsi üçün münbir sinoptik şəraitin yaranması gözlənilir. Risk ondan ibarətdir ki, xüsusilə də Qafqazın şimalı, Qafqazın cənubu Azərbaycan arasında aprel ayının 18-ci və 19-da başlayan aktiv buludluluğun inkişafı artıq aprel ayının 20-si və 21-də daha da güclənəcək və nəticədə xüsusilə də topa yağış buludlarının aktiv inkişafı nəticəsində lokal xarakterli iri dənəli dolu yağıntıların yağması ehtimalı var və lokal xarakterli şiddətli leysan xarakterli yağışların təsirindən sel, daşqın, su basma hasarında bir xeyli artım ehtimalı var. Bu proseslərin təsirlərini azaltmaq üçün xüsusilə də çay yataqlarına yaxın olan ərazilərdəki tikililərin bir qədər möhkəmləndirilməsi vacib sayılır. Hətta mən deyərdim ki, həmin ərazilərdə tikililərdəki yaşayan sakinlərin müvəqqəti olaraq aprel ayının xüsusilə də 18-dən başlayan prosesin aprel ayının 20-si və 21-də daha da güclənməsi ehtimalı var ki, bu risk yüksək qiymətləndirilir. Həmin ərazilərdə yaşayan əhalinin müvəqqəti olaraq təhlükəsiz ərazilərə köçürülməsi vacib sayılır. Hətta yaxın gələcəkdə mən deyərdim ki, iqlim dəyişikliyinin sürəti bu şəkildə davam edərsə, çay yataqlarına yaxın olan ərazilərdə evlərin tikintisinə icazə verilməməlidir. Ümumilikdə həm Xəzər dənizinin yaxınlaşan şərq rayonlarında, Böyük Qafqazın şimal-şərqi, Quba, Qusar, Qasmaz, Şabran, Xızı, Siyəzən, Dağlıq Şirvan ərazisində, eyni zamanda Bakı, Abşeron, Sumqayıt və Bakının ətraf qəsəbələrində də əvvəlki dövrlərdə su basmaya məruz qalan ərazilərdə yenidən su basmanın təkrarlanması ehtimalı var. Çünki bu illəri 2026-cı ildə artıq iqlim dəyişikliyi nəticəsində yazın bir qədər gec gəlməsi gözlənilir. Hər 2 gündən bir hava şəraitində kəskin dəyişiklik gözlənilir. Yəni bir gün, 2 gün hava günəşli keçəcək. Lakin bu günəş bizi aldatmasın, çünki hava şəraitinin ardıcıl olaraq tez-tez dəyişilməsi ehtimalı var. Bu barədə ümumi olaraq yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayınlanacaq.